Oğuz, Şəki və Yevlax rayonlarının kəsişməsində yerləşən hazırki Turan qəsəbəsi Azərbaycanın yaxın keçmişi ilə bağlı məlum və sirlərlə dolu məqamları yaşadır. Vətən torpağının bu güşəsi Azərbaycanın ən qədim yaşayış məskənlərindən hesab olunur. Bu ərazi əvvəllər Sarıca adlanırmış. Tarixi faktlar sübut edir ki, bərəkətli torpağı olan Sarıca qədim əkinçilik mədəniyyətini özündə əks etdirir. Sarıcanı səbət şəklində əhatə edən təpələr isə bu ərazini sərt iqlimdən qoruyaraq əkinçilik üçün münbit şərait yaradırdı. Sovet imperiyası yeni qurulan vaxtlarda vətəndaşlara məxsus torpaq sahələri əllərindən alınaraq ümumi istifadəyə verildi. Kütləvi əməyi ən ədalətli sistem kimi qiymətləndirən imperiyanın baş bilənləri bu ərazidə taxılçılığın inkişafı istiqamətində xüsusi göstəriş verdi. Nəticədə 1930-cu ilin iyul ayında Turut Sarıca düzündə Matşevskinin rəhbərliyi ilə Moskvadan gəlmiş bir qrup aqronom və mühəndis 5 kolondan ibarət Orconikidze adına toxum safxozu yaratdı. Turan qəsəbəsi və onun ətrafındakı bugünkü kəndlər o zaman hər birisi safxoz adlanaraq bütövlükdə 5 safxozdan ibarət böyük bir təsərrüfat idi. Bu təsərrüfatın yaranması, insanların ümumiyyətlə bu ərazidən məskunlaşması bütövlükdə 20-ci əsrə aiddir. Bu safxoz qəsəbə kimi o vaxtı formalaşmışdı ki, safxozda çox böyük, gözəl quruculuq işləri, təmizlik, abadlıq işləri aparıldığına görə safxoz qəsəbə kimi adlandırılmışdı. Və 2 dəfə abad qəsəbə olduğuna görə safxoz deməli keçici bayraqla tərtib olunmuşdu. Kənd təsərrüfatı ilə məşğul olan mütəxəssislər seçimlərində yanılmamışdılar. Orconikidze adına safxoz çox qısa zamanda bol taxıl verdi. Amma bir məsələ hələ də sual altında qalırdı. Bu da işçi qüvvəsinin az olmasıydı. Bu səbəbdən də Çar Rusiyası dövründə firavan həyat sürən, sosialist respublika bərqərar olduqdan sonra isə qara günlər yaşayan kulaklar Rusiya və Ukraynanın müxtəlif bölgələrindən əraziyə köçürüldü. Daha sonra isə digər millətlərin nümayəndələri, Gürcülər, Ermənilər, Belaruslar, Ləzgilər buraya işləmək üçün üst tutdu. Bir dənə Azərbaycanlı yox idi. Hamısı Urus, Malakanlar idi. Rusiyyətdən gələn, hardan gələn Malakanlar idi. 5 dənə adileniya var. 5-ində də Urus olub. 1, 2, 3, 4, burada 5. Hamısı Urus. Bir yeganə Azərbaycanlı biz çobanlar olmuşdur Boynavurda olan. Burada artıq heç kim olmuyor. Heç kim bir ayrı millət olmuyor. Bəli. Azərbaycandan gələn Azərbaycanlılar bizim savxozun xaltırı olubdu Leningraddan Urus. Pavelçik familiyası idi. Qalan da heyli hamısı Uruslar idi. Sonra tədricən yavaş bu kəndlərdən də yığıldı ora. Bu qəsəbədə yaşayan insanlar digər respublikadan gələn mütəxəssislər idi. Rus var idi, deməli, Özbəklər var, Qazaxlar var, digər millətlər yaşayırdılar və istər-istəməz bu yaxşı bir tendensiya idi inkişaf üçün. O vaxtı bizdə varlılar deyirlərdi. O yanda qulaq. Qulaqlar da onlarda varlılar olub. Onları bura sürgün eləyiblər. Bura çüllü bir yaban olub, burada heç bir şey olmayıb. Bir qoyun olub, o varlıların qoyunları gəlirdi bura, qışda yaylaq qışlanırdı, yayda da yaylağa gedirdi. Onlar, o Sovet hökuməti qurulanda oradakı o Quban Qazaxlarından, Ukraynadan, Rusiyadan, harada o varlı adamlar var, hamısını sürgünləmişlər bura. İlk vaxtlar ərazidə Slavyanlar və digər millətlərin nümayəndələri üstünlük təşkil etsələr də, çox keçmədən qəsəbəyə Azərbaycanlılar da köçürüldü. İranın tərkibində olan Cənubi Azərbaycanda Pişəvərinin rəhbərliyi ilə qurulan milli hökumət farslar tərəfindən süquta uğradıldıqdan sonra soydaşlarımızın bir hissəsi 1946-cı ildə şimala üz tutdu. Vətəndən vətənə köç edənlər əsasən yeni salınan safxozda yerləşdirildi. İkinci Dünya müharibəsinin gedişində İranda Cənubi Azərbaycan dövləti elan olundu, lakin bu dövlətin
tarixi çox uzun çəkmədi və İran hakimiyyəti bu dövləti devirdikdən sonra həmin respublikaya, həmin dövlət qrupuna rəğbət bəsləyən bütün insanlar bu ərazidən qaçmağa məcbur oldular. Və onların İran hakimiyyəti tərəfindən repressiyaya məruz qalanlar məhv edildi, həlak oldular və bir qismi isə Şimali Azərbaycana, yəni bizim ölkəmizə üst tutdular və onların bir qismi məhz taxılçılıq savxozunun ərazisində yerləşdirilmişdi. Hələ də belə böyük eşqlə deyə bilərəm ki, heç kəs bizim demokratlar kimi gələcəyə inanmırdı. Əslən Cənubi Azərbaycandan olan Söhrab Tahir o vaxt milli hökumətin hakimiyyəti dövründə Sovet Azərbaycanına təhsil almaq üçün göndərilir və məlum hadisələrdən sonra geriyə qayıda bilmir və burada qalır. Cənublu soydaşlarımızı görmək üçün gənc şair dəfələrlə onların görüşünə gedir. Mən orada olanda fəhlələrlə gedirdim, iş yerində görüşürdüm. Bəzən vəziyyət yaxşı olanda, məsələn, 6-cı günə ya bazar gününə düşəndə görüşlərimiz olar. Xahiş edir ki, gəlin sabah gedək kinozala, Söhrab Tahir ilə görüşək, ədəbi görüş, o bizə şeir oxusun. Bunda da elə o gecə mənim üçün bir əza məclisi olurdu, yas məclisi. Danışıb məni görmüşdülər. Məni görəndə özlərinin şairi hesab edirdilər ki, Söhrab Tahir gəlib, o bizim şairimizdir, bütün dərdlərini tökürdülər ortalığa. Yəni ki, o vaxt ki, Turan qəsəbəsində yaşayan əhali Ermənistandan və Cənubi Azərbaycandan gələnlər idi çoxusu. Qəsəbənin iqtisadi əhəmiyyəti çox böyük idi. Strateji məhsul sayılan taxılın əkilməsi və yüksək məhsuldarlıqla becərilməsi nəticəsində Orconikidze adlanan savxoz çox qısa zamanda böyük taxılçılıq ərazisinə çevrildi. Bir məqam isə xüsusilə vurğulanmalıdır ki, Respublikamızda aviasiya ilə ilk gübrə səpini 1952-ci ildə burada həyata keçirilmişdir. Orconikidze adına taxılçılıq savxozu bu il 14.500 hektar sahədə Şərq, Cıfatı və Sevinc adlanan əla növ payızlı buğda əkmişdir. Savxozun işçiləri geniş sahələrdən bol məhsul götürmək üçün aqronomiya qaydalarından və aviasiyadan bacarıqlı istifadə edirlər. Bol və yüksək məhsul yetişdirməyin əsas aqrotexniki şərtlərindən biri torpağa mineral gübrələr verməkdən ibarətdir. Çox keçmir ki, savxoz SSR-də ikinci ən böyük, Zaqafqaziyada isə ən iri toxum savxozu adını qazandı. Eyni zamanda adı aktiv fəaliyyətinə görə Ukraynada və Rusiyada yerləşən savxozlarla birgə çəkilirdi. O zaman bu taxılçılıq savxozunun belə böyük miqyasda fəaliyyət göstərdiyi ittifaq orqanlarının da diqqət mərkəzində idi. Buna görə də bir sıra müttəfiq respublikalardan da mexanizatorlar taxılçılıq savxozuna məhsul yığımında iştirak etmək üçün gəlirdilər. Bu əsasən Ukraynadan, Ukraynanın müxtəlif vilayətlərindən mexanizatorlar, yüzlərlə mexanizatorlar gəlirdi Turan qəsəbəsində mövsüm müddətində yaşayırdılar və onlar taxıl biçilməsində, onun yığılıb yağışlar düşənə qədər, mövsüm qutarana qədər ambarlanmasında yaxından iştirak edirdilər. Məhsuldarlığı qaldırmaq üçün biz çox yollar axtarırdıq. Çünki su varılmayan torpaqlar təbiətdən birbaşa asılı idi. Günəşdə oldu, yağış yağdı, məhsul olurdu, olmadı, məhsul atırdı. O dövrlərdə biz axtarışdaydıq. 2-3 axtarış vardı. Məsələn, havadan asılı olaraq qış olmayanda, şaxta olmayanda demək ziyanvericilər meydana gəlirdi, taxılı yerirdilər. Və ziyanvericilərə qarşı mübarizə, sollara qarşı mübarizə belə bir geniş bir maştablı iş idi. Mənim yadıma gəlir, biz o dövrdə savxoz üçün Macaristandan elit toxum gətirdik. Demək, o toxumun hesabına biz ilk dəfə olaraq Orconikidze savxozunda hər hektardan 56 sentiner, yəni 5 ton 600 kiloqram bir hektardan taxıl götürdük, arpa götürdük. Ən böyük göstərici idi. Sonra o toxumu biz özümüz saxladıq, istifadə elədik və ilbəil o məhsulları aşağı düşürdü. Amma bütövlükdə həm ətrafda olanlardan, həm də dəmiya torpağı üçün çox ideal bir göstərici idi.
Sözsüz ki, öz zəhməti ilə böyük fədakarlıq göstərən insanların əməyi yüksək səviyyədə qiymətləndirilirdi. 1948-ci ildə yüksək göstəricilər əldə etdiyinə görə 5 nəfərə Musazadə, Əhmədov, Krivaruçka, Siderenko və Davranova bir gündə Sovetlər Birliyinin ən böyük mükafatı olan sosialist əməyi qəhrəmanı adı verildi. Müxtəlif vaxtlarda safxozun zəhmətkeş və qabaqcıl əmək adamlarından 7 nəfərə Lenin ordeni, 300 nəfərdən çox əmək adamlarını isə qabaqcıl mükafatlar təqdim olunmuşdu. Nəinki respublikamızda, hətta Azərbaycandan kənarda da aktiv fəaliyyətlə məşğul olurdu. Belə ki, ayrı-ayrı illərdə Bahadur Hacıyev SSR Ali Sovetinin, Davud Aslanov, İsmail Hacıyev və Baba Səmədov Azərbaycan SSR Ali Sovetinin deputatları olmuşdu. Hazırda Baba Səmədovun 85 yaşı var. O keçmiş günlər haqqında fəxrlə danışır. 1975-ci ildə məni Azərbaycan Ali Sovetinə deputatlığa namizəd göstərdilər. Deputat oldum. Həm də həmən ili Mərkəzi Komitəyə də üzvü seçildim. Ulu öndərimiz SSR-nin Nazirlər Sovetinin birinci müavini. Biz ora qurultaya gedəndə gəlirdi, bizim nümayəndə heyətini yığırdı. Deyirdi, incidən sizi, ondan sonra ayrı bir söz deyən xeyir. Kimin nə sualı var, kimin nə ehtiyacı var, buyurun. Gəlirdi, özü hamını yığıb söhbətləyirdi. Bu bir daha onu göstərirdi ki, o adamlar fədakar idilər və torpaqla çox canlı, demək, təmasdaydılar. Ümumiyyətlə, yaşayış massivində işsizlik heç vaxt problem olmayıb. Müxtəlif yaş qruplarında olan şəxslər daim işlə təmin olunublar. Safxozda bişirilən təndir çörəyi isə öz dadı ilə ətraf kənd və rayonlarda ad qazanmışdı. Burada taxılla yanaşı digər kənd təsərrüfatı məhsulları da yetişdirilmişdi. Məsələn, qəsəbədə xüsusi olaraq istixana sistemləri qurulmuşdu. Qəsəbənin yaxınlığında, hal-hazırda qəsəbə xəstəxanasının yerləşdiyi ərazi səmtində 5 ədəd iri tranşeylər vardı. Yəni istilik parnikləri var idi ki, burada limon, portağal, naringil və s. yetişdirilirdi. Burada eyni zamanda Cənubi Azərbaycandan bura gələn İranlıların da çoxluğundan asılı olaraq, onların da bildiyimizə görə, yəni azuqələrinin əsasını çəltik, düyü təşkil edirdi. Burada da o cümlədən həmən Əlgən çayının suyundan istifadə edərək çəltik əkirdilər. Və həmən o məhsuldan, deməli, o düyü də yenə də mağazaya verilirdi və bizim cəmaatımız, əhali həmin deməli yetişdirilən düyüdən ucuz qiymətə istifadə edirdilər. Вспоминаю хорошо очень. Это все было, детство мое там прошло. Учился я в ШИТИ, в зерносовхозе. Там 4-е отделение называлось. Школа была в совхозе. Сначала, уже сразу 10-летка была. В нашем классе было всего 6 человек. Из них, значит, 3 азербайджанца, но в русском секторе учились. И 2 русских молокан. Тогда все жили дружно в этом поселке. И азербайджанцы, и русские. Ну, русские в основном молокане. Safxozda yerləşən orta məktəb Sovet hakimiyyəti illərində xüsusi olaraq ad-san qazanmışdı. Təsadüfi deyil ki, hətta məktəbin müəllimləri ətraf kəndlərdə oxuyan ən fəal şagirdləri öz sıralarına qatırdılar. Turan məktəbinin müəllimlərindən ibarət komissiya bizim məktəbdə, Böyük Dəhnə Orta Məktəbində yoxlama aparırdılar. Təxminən 2 həftə davam edən yoxlamanın nəticəsində müəllimlərdən kimsə həmin zaman mənim, yəni 6-cı sinif şagirdinin valideynlərlə maraqlanmışdı, görüşmək istədiyini bildirmişdi. Mənim anam da həmin məktəbdə müəllim olduğuna görə onlar tanış olmuşdular və həmin müəllimlər, Turan Orta Məktəbinin müəllimləri belə bir təklif etmişdilər ki, mən onların məktəbində təhsil alım. Потом построили там уже двухэтажную школу.
мы уже в средней школе, уже с 5 класса уже я учился в этой двухэтажной школе. Школа на краю совхоза стояла, это новая. Потом там построили еще здание, интернат, интернатский, стал школа-интернат крупный такой. Оттуда со всего района привозили детей с Мингичаура, с Нухи, там, с Варташена были там дети, они там жили. И там были без родителей дети, и дети со сложными родителями из трудных семей. İnanın ki, xatırlayanda fikirləşirəm ki, çox böyük bir məktəb yol keçibdir. Həmin məktəbdə oxuyan zaman, təhsil alan zaman biz heç də bilməzdik ki, məktəbin bu qədər gözəl kollektivi var, bu qədər gözəl tədris xüsusiyyətləri var. Hər ay hər bir fəndən fən gecələri keçirilərdi. Şagirdlərin daha təhsilli, daha dünya görüşlü, daha ətraflı yetişməsi üçün, cəmiyyət üçün yararlı olması üçün, məktəb həyatından sonra ictimai həyata daha mükəmməl qatılması üçün çox böyük işlər görülürdü. Bizim həmin dövrdə bir məktəbin futbol komandası var idi. Həmin futbol komanda üzrə demək, bölgədə birinci yerə çıxıb Şəki rayonunu təmsil etməklə mən həmin komandanın kapitanı idim və nəsib oldu ki, biz Lənkəranda Respublika çempionatında iştirak edək. Çox uğurla da orada iştirak elədik. Evaz Abuşov o vaxt bizim rəhbərimiz idi, idman rəhbərimiz idi, orada təşkil elədi həmin məsələləri. Həmin illərdə taxılçılıq savxozu orta məktəbinin məzunları çox yüksək nailiyyətlər əldə edirdilər. Məsələn, tək bizim sinifdən biz 23 nəfər orta məktəbi bitirdiyimiz sinifdən 21 nəfər ali məktəbə qəbul olmuşdu. Və Turan məzunları hal-hazırda ölkənin müxtəlif şəhərlərində, əsasən Bakıda, ümumiyyətlə postsovet məkanının bütün respublikalarında həm yüksək vəzifələrdə, həm yüksək təsərrüfat sahələrində, biznes sahələrində və elm sahələrində çalışmaqdadırlar hal-hazırda. Ну, что невзирая на то, что где-то в совхозе, все равно можно найти дорогу в большую науку. Вот. Ну и, собственно говоря, оттуда и пожелание, что если человеку интересно, то он может добиться хороших результатов даже, в общем, вот в совхозе, на той базе, которая, так сказать, в совхозе. Hal-hazırda məktəbimizdə 264 nəfər şagird var, 43 nəfər müəllim heyətimiz var. Onların təlim-tərbiyəsindən məşğul olur. İstər internat məktəb kimi fəaliyyət göstərdiyi devirdə, istərsə də indi məktəbimiz öz işinə görə, nəticələrinə görə həmişə həm rayonda, hətta respublikamızda fərqlənən ümumi təhsil məktəblərindən biri olmuşdur. Qəsəbədə orta məktəblə yanaşı 1981-ci ildən 7 illik uşaq musiqi məktəbi də işə başlayıb. Hətta məktəbdə şagirdlərdən ibarət sümbül ansambli də fəaliyyət göstərir. Məktəbdə kamança, qarmon, nağara, tar və fortepiano ixtisasları üzrə dərslər keçirilir. Hətta ətrafda yerləşən şəhərlərdə nəfəsli orkestr ilk dəfə burada yaradılıb. Xüsusi günlərdə burada konsert proqramları təşkil olunurdu. Ən əsas da bol məhsul əldə olunan mövsümlərdə savxoz əsl toy bayrama bürünürdü. Mənim yaxşı yadımdadır ki, bu müsahibə aldığınız bu yerin yanında bizim yerləşən yay deməli klubunda
bizim görkəmli, hörmətli şairimizin Əliftudə və Söhrəb Tahirlə çox böyük deməli görüş keçirdi. Respublikadan bura mədəniyyət və incəsənət xadimləri gəlib, onlara burada konsertlər verirdilər. Onlardan Bülbül, SSR xalq artisti Bülbül, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Hacı Baba Bağırov, Əlibaba Məmmədov, Niyaməddin Musayev, Xan Şünski və digərləri gəlib kənd əhalisi qarşısında çıxış edirdilər. Sovet hakimiyyəti illərində Orconikidze adlanan taxıl savxozunun adı Azərbaycan müstəqillik qazandıqdan sonra dəyişdirilir. 1993-cü ildə savxoz 5 ərazi dairəsinə bölünür və 5-ci şöbəyə General Məhəmməd Əsədovun adı verilir. Daha sonra Ulu Öndər Heydər Əliyevin 1999-cu il 5 oktyabr sərəncamına əsasən qəsəbənin adı dəyişdirilərək Turan adı verilir. Adını kim Turan qoyubsa, mənim çox xoşuma gəldi. Çünki bizim əslimiz elə Turandır və bunu elə vaxtında da Turan qoymaq, adını Turan qoymaq çox yaxşı səsləndi. Hər bir insan üçün onun doğulduğu, boya-başa çatdığı yer, istər kənd olsun, istər qəsəbə olsun, istər şəhər olsun, onun üçün çox doğma olduğu kimi Turan qəsəbəsi də mənim üçün çox doğmadır. Вот хочу сделать джихад во славу Божию. Ну, джихад, вы понимаете, это самосовершенствование, да, это не то, что сейчас говорят, да, это совсем другое. Воистину, рай у ее стоп. Вот матери у меня нет, но есть земля, которую она носила. И вот я сейчас не могу прилечь, преклониться у ее стоп, но могу преклониться у этой земли, к этой земле. Это будет мой рай. Hazırda qəsəbə inkişaf dövrünü yaşayır. Burada bir sıra infrastruktur layihələr həyata keçirilib. Ən əsas da bu istiqamətdə işlər yaxın gələcəkdə də aparılacaq. Keçən əsrin 50-ci illərində burada stadion istifadəyə verilmişdir. Hazırda qəsəbə stadionu keçmiş ənənələr üzərində qorunur və bu gün də stadionda yarış və oyunlar keçirilir. Respublikamız hər yerində gedən abadlıq işləri Turan qəsəbəsində də gedir. Turan qəsəbəsinin küçələri işıqlandırılıb, küçə işıqları qoyulub, yollara astanovkalar qoyulub, yollarımız asfalt salınır. Azərbaycanın müasir tarixinin formalaşmasında ziyalı təbəqəsi yetişdirən Turan qəsəbəsi bu il 85 illik yubileyini qeyd edir. Mən sevinirəm ki, bu kəndin, o obanın 85 yaşıdır. Qeyd edirlər, mən orada olan yaşayan adamların hər birinə öz minnətdarımı bildirmək istəyirəm. O bayrama böyük məmnuniyyətlə gələrəm, məni dəvət eləsələr və düşünürəm ki, bu ənənəni davam elətdirmək lazım. Və mən elə fürsətdən istifadə edib bütün qəsəbə deməli yaşayanları ürəkdən təbrik eləmək istəyirəm. Onlara firavanlıq, can sağlığı, uzun ömür və belə gözəl və güclü ölkədə yaşamağı arzu edirəm. Həqiqətən qürur verici haldır ki, kiçik bir qəsəbə nəhəng Sovetlər Birliyində təhsili, mədəni həyatı və iqtisadi inkişafı ilə ad qazanıb. Hər halda Zaqafqaziyada ən böyük toxumçuluq savxozunun bu ərazidə yerləşməsi özlüyündə böyük uğur idi. Kiçik bir qəsəbədə Güney və Qərbi Azərbaycandan gələnlərin yaşaması burada otaylı, butaylı Azərbaycan sevdasının, türkçülük, turançılıq istəyinin alovlanmasına səbəb olur. Bugün cəmi bir neçə min əhalisi olan Turan qəsəbəsi 50 milyondan artıq Azərbaycan türkünü bütöv şəkildə təmsil edir. Kim bilir, bəlkə də çox keçməz Turan qəsəbəsinin adı inzibati ərazi vahidi kimi Təbriz, Ərdəbil, Marağa kimi şəhərlərin sırasına yazılacaq. Onda Araz çayı da qan qarğışdan qurtular və Şəkinin Turan qəsəbəsi bütöv Azərbaycanın bir parçası olar.